Doktor, baş ağrısı həmişə yüksək təzyiq deməkdir. Xeyr, baş ağrısı həmişə yüksək təzyiq demək deyil. Çünki stress, miqren, xroniki yorğunluq, boyun problemləri, baş ağrıları verə bilər. Belə halda ən düzgünü təzyiqi ölçüb əmin olmaqdır. Gənclərdə hipertoniya olur. Bəli, olur. Son illər hətta daha tez-tez rast gəlinir. Stress, artıq çəki, az hərəkətli həyat tərzi və fast food qidalanma bunun əsas səbəblərindəndir. Qəhvə təzyiqi qaldırır. Bəli, qəhvə bəzi insanlarda təzyiqi müvəqqəti qaldırır. Amma hər insanda da eyni təsiri göstərmir. Əgər hipertoniyası olan xəstədirsə, biz ona qəhvəni bir gündə bir fincanadək məhdudlaşdırmağı məsləhət görürük. Hipertoniya səssiz qatildir. Çünki hipertoniya çox vaxtı heç bir əlamət vermir və səssiz şəkildə ürəyi, beyni, böyrəyi, damarları zədələyir və sonra da xəstəliklərin ortaya çıxmasına səbəb olur. Duz təzyiqi artırır. Bəli, duz bədəndə mayeini saxlayır və damarların yükünü artırır. Bu da öz növbəsində təzyiqin qalxmasına səbəb olur. Ona görə də biz hipertoniklərdə duzu 5 qramadək məhdudlaşdırmağa məsləhət görürük. Təzyiqi evdə ölçərkən etdiyimiz ən böyük səhv. Təzyiqi ölçməmişdən əvvəl istirahət etməyimizdir. Ən azı 5 dəqiqə istirahət rejimində qalmaq lazımdır. Stress təzyiqi qaldıra bilər. Bəli, stress zamanı bədəndə hormonlar artır, damarlar daralır. Bu da təzyiqin qalxmasına səbəb olur. Təzyiq dərmanını özümüz dayandıra bilərik. Xeyr, təzyiq dərmanları uzun müddətli istifadə üçün nəzərdə tutulmuşdur.